Olduğu kimi Tacir Şahmanoğlu Azərbaycanımızın değerli oğlu ve değerli bir aile bacısı ve değerli bir sənətkardır. Ben isterdim bu cütlüyü bir ürəkdən almışlayaq, görüntülü almışlardır. Ben çalan elleriniz var olsun. Tacir müəllim, arz edirəm bu xeyirli, davamlı olsun. Kız atası olasan, bizim razım keçirəm. Bax o həyacanları, o sevinçli, qəlbdə olan arzuları sən də keçirdəsən. Ben sənə xüsusi göz aydını verirəm. Razım qardaşım, sizi təbrik edirəm. Qohumluq buradan başlayır. Allah'tan arzu edilen bir qohum kimi daimi elinizi isitsin. Balalarınızın başında sağlam olasınız. Balalarınızın hoşgörülerini görəsiniz. Valideyn için en özel, en güzel gündür. Ben de arzu ediyorum ki toyunu da bundan tərtaraflı qeyd edəyək. Allah çok mübarek eləsin. Arzusunda olan herkesin evinde. Bak belə oğul, kız nişanı, toy busatı olsun inşallah. Sağ olun artık, sen de balalarına kısmet olsun, sen de nebelerine kısmet olsun. Çok sağ olun. Çevirdiğine göre. Akşamınız hayır olsun. Aziz qonaqlar, hürmetli beyler, hürmetli hanımlar, hoş gelmişsiniz. Gelen ayaklarınız, qədərləriniz mübarək olsun. Aslında yerimiz darız kaldı, ben bunu fərqindəyəm, ürəyimiz geniş olsun, düzdür. Burada da günah mənimkidir. Çünkü ben işlerimin çok olduğuna göre Qudamla gelip bir görüşmedim, Qudamla məsləhətləşmədim. Aslında rahatlaşdım ki, lazım her şey eləyəcək orada. İndi burada yerimiz darılsa da ürəyimiz geniş olsun. Allah'ın köməklə toyumuz çok möhtəşəm olacaq, Allah koysa. Gözün aydın olsun, benim de gözüm aydın olsun. Ve buraya gelen konaklarımız da inanın ki, şimdi belki de kız evinden ben indi tanışılacağım. Allah'ın köməkliğinden hamısını bir tanıyacağım. Ama öz qohumlarım yerləşib. Bilirəm ki, buraya gelen qohumlarımız kimisi benim canım ciğerimdir, benim ailemdir. Bir nəfər deyil, masanın paylaştığımız insanları, hamısı benim ürəklərimdir. Hoş gelmişsiniz her biriniz. Anınıza can sağlığını arzuluyorum. Teşekkür ediyorum ki benim günde kızımdan kıymetli vaktinizi sərf eləmişsiniz bize. Toyumuz, yerimiz Balatada olsa toyumuz möhtəşəm olacağına görəsiniz. Çünkü çok güzel tanınmış müğənniləri dəvət eləmişəm. Biriz oturup burada Mətiş, Mətanərlə, Əsədova, benim ürəyim, canım, Gülhan Qıqam, Seyğun gələcək, Allah'ın köməkliğindən, Şəbnəm xanım gələcək. Çoxları gələcək, adım demirəm, qoy biraz narahatlarında görür ki, gələcək. Yəni deməyəm odur ki, toyumuz möhtəşəm olacaq, yerimiz dar olsa da olur, neymi yoxdur. Herkesin akşamı xeyir, hamı məclisi xoş gəlir, hamı görməyə şadır. Tadı məclisi, sevəməzəm, Allah xoşbəxt eləsin, məmləkət edirəm, sizin insana qohum olaraq. Qohumluğumuz əbədi olsun, subaylar da qismət olsun inşallah belə məclislər. Allah can sağlığı versin, yenə də xoşbəxt olsun, təbrik edirəm Allah'ımızı. Qoşa qarsınlar. Hoş gəlmişsiniz, yerin için, yerin gün. Tacir, mən Almışlar hoşuma gelmedi. Bilirəm, elə açsınız. ən çalan əlləriniz var olsun. Tacir, mən sənin razini təbrik edirəm və çox hörmətli babaları, nənələri, Xırda nənə başvurmaqla Vahid babanı, Minaya nənəni, Aydın əmini, Binnət əmini, Zöhrə bibini, Tahir əmini, Vəfa mənim bacım, hamısını təbrik edirəm. Burada olan xanımlar, bəylər sizi təbrik edirəm. Tacir elə bilir ki, hər şey oxumaqdır. Görsən, danışmaqda səsin nətər qırılır. Bəli, o da sevinçdəndir. Tacir, belə bir il deyimi var ki, görünən dağa bələdçi lazım deyil. Sən yaxşı ifaçı olduğun kimi sənin ayrı şeyini demirəm, nə evini demirəm, nə ailəni demirəm, sənin böyük ürəyin var. O ürək nədir? İnsanpərvər, həlim, sadə, gözəl, evlatlarının nazını oynayan. Mən arzu edirəm ki,
sən gəlliğinlə nazına evlatların Nuray kimi oynayasan. Ona görə ki, Nuray sənin deyil, Nurayın da sabah sahibi var. Allah ona da yaxşı talih yol atsın. Sənin qızın, sənin balan, mənim gözəl qızımdır, Aytaz qızımdır. Sizə xoşbəxtlik arzu edirəm, bəxtəvər olasınız. Xoşbəxtlik, bəxtəvərlik nə vardı, nə pulda deyil. O insanın öz xarakterində, öz səmiyyətindədir. Mən də belə düşünürəm ki, Razim doğulub boya başa çatdığı Gədəbəy cəmaatı mənim üçün çox əzizdilər. Onlar qonaqpərvərlik, sədaqət, etibar. Mən Gədəbəydən ailə köçən qızlara həmişə babaları, nənələri deyər ki, mən orada şahid olmuşam. Deyir, qızım, Ağgəlili yuvası ilə ər evindən, ata evindən çıxıb, ər evindən Ağkəfərlə çıxasan. Bu söz bir aylıq, bir illik deyil, 100 illər boyu bərabər yaşayın. Xoşbəxt olun, əliniz heç vaxt əlinizdən üzülməsin. Mən hər iki tərəfə göz aydını verirəm. Sevinç xanımı da, Kəmalə xanımı da təbrik edirəm. Kəmalə xanım, bir siz də yaxına gəlin, Sevinç xanım da gəlsin, qısa yoracaq sizi. Onların da bir ana kimi təbrikini eşləyək, sonra nənələr də, babalar da təbrik edəcək. Gözəl musiqilərə yer verəcəyik. Mən əgər Xırda nənə yaxına gəlicilərimizi, Aytəkin xanım, Nicat bəy, hər biriniz Aytaç xanım salamlayıram, hər birinizə can sağlığı arzu edirəm. Və bugün tacir qardaşımın, Azad qardaşım Arnad Azadı təbrik edirəm, Azada sağ ol deyirəm və bizim bu sarayda çalışan operatorlarımız var olsun. Tacir müəllimin rəhbərlik elədiyi ansambl bir orkestrdir. Bugün yeri nəzər alıb, ansamblından o seçmələri gətirir. Mən istərdim Qarabağ instrumental ansamblını salamlayıram, ansamblın rəhbəri Tacir Şahmaloğluya var ol deyəm ki, Azərbaycan musiqilərini həmişə yaşadır. Və bugün burada elə bibilər kimi, özü burada bibi kimi iştirak edən Azərbaycanımızın əvəz olunmaz xanım, xatun sənətkarı Mətanət xanım Əsədovanı Şahmalının bibisidir deyir. Bir ürəkdən almışlar Mətanət xanım, xoş gördük. Həmişə belə günlərdə görüşək, sən həmimizə əzizsən, sənlə dəli dolu, çılğın, düzünü həmişə sevənsən. Arzu edirəm sizin evdə belə xoş gün olsun. Tacir müəllimin, mənim həyat yoldaşım, bax belə qırmızı gelib gəlsin inşallah. Təşəkkür edirəm, var olasınız. Çox sağ olun. Siz hamımızın xoş günündə iştirak edirsiniz. Sizin bu günlər gözəl evinizdə xoş gün oldu. Əfslar olsun, mən orada çatdıra bilmədim, amma subaylar var, gələcəm. Birinin toyunu mənə vardı. İnşallah, elə Məhəmmədin məclisi taciri. Bugün Azərbaycan incə sənətində, Azərbaycan mədəniyyətində çox böyük dəstək xətti olan, səsi bizim fondda olan, Azərbaycanın müğamını bu gözəl səslə başlayan, işğal olmuş torpaqlarımız alınanda bu səslə sevinən, hamımızın sevimlisi, xalqımızın dəyərli sənətkarı, səsi məlhəm, özü insan, mənim əzizim, mənim canım. Mən bu insan haqqında saatlarla, günlərlə danışaram, bitməz. Hamımızın ustadı, hamımızın müəllimi, bağajı dünya boyda olan böyük sənətkar. Tacir bəyin evində xoş gördük, hamınızı xoş gördük. Həm qız tərəfə, həm oğlan tərəfə deyirəm, gözümüz aydın olsun. Bugün hamımız çox sevinirik ki, şükür Allaha ki, axır ki, Şahmalını biz yola gətirib bəyəndirə bilmişik. Nə xoş bizə, ay Allah, nə xoş bizə. Mən inanmadım. Dedim, yəqin zarafat edir. Əlim üzmüşdüm ki, daha bu insan evlənmir də, bu nə müsibətli gəldi başımıza. Amma mən o qıza təşəkkür edirəm ki, ay qız, nə yaxşı bunu yoldan çıxarda bildin, ay bala. O çıxartmaz, o dağlar qızdı, onun baxışı, cöşəsi olanlar. Allah sizi xoşbəxt eləsin. Tacir, gözlərin aydın olsun. Kəmaləcan, gözün aydın olsun. Burada olan bizim arkadaşlara, aksarkalara gözünüz aydın olsun. Nə yaxşı ki, bu arzunuza biz çatdıq. İnan ki, elə belə öz görürüm. Elə sevinirəm, valla. Gəlin hamınız bəylərin başda olmaqla, rəqsə dəvət olmaq. Allah mübarək eləsin. Gəlsin musiqimiz. Bəli, mən də bir gözəl qiymətli sözlər üçün Mətanət xanım, Tacir müəllimin ailəsi adından, Ünvan adından sizə çox təşəkkür edirəm. Var olun, hər zaman məzləri başındalar.